Əziz qardaşım, günahların çoxluğu səni ümidsizliyə sürükləməsin və Allah barəsində pis zənnə salmasın. Bax, bizi yaradan Rəbbimiz öz müqəddəs kitabında günahkar bəndələri haqqında nə buyurur? Ey Peyğəmbər, qullarıma mənim bu sözümü de. Ey mənim özlərinə qarşı həddi aşmış qullarım, Allahın rəhmətindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayandır, o həqiqətən də bağışlayandır, rəhimlidir. Zumər surəsi 53-cü ayə. Heç vaxt tövbəni filan yerdə edərəm və ya müəyyən bir şəkildə öyrənib edərəm deyə düşünmə. Ölümün sənə nə vaxt gələcəyini bilmirsən. Bu səbəbdən tövbəni təxirə salma, elə indi olduğun yerdə tövbə et. Adəm Peyğəmbərin tövbəsi. Hər ikisi, ey Rəbbimiz, biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə ziyana uğrayanlardan olarıq, dedilər. Əraf surəsi 23-cü ayə. Tövbə edərkən günahına görə peşman olmalı və bir daha o günahına qayıtmayacağına dair qətiyyətlə niyyət etməlisən. Əbu Hüreyrə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Nəfsim əlində olan Allaha and olsun ki, əgər siz günah etməsəydiniz, Allah sizi aparar və yerinizə elə bir qövm gətirərdi ki, onlar günah edər, sonra Allahdan bağışlanma diləyərdilər, o da onları bağışlayardı. Dəyərli qardaşım, əgər bu videonu bura qədər izləmisənsə, deməli sən xeyir axtarırsan. Allahdan diləyirəm ki, səni də, məni də bağışlasın, günahlarımızı örtsün və bizi öz sevib razı qaldığı əməllərə yönəltsin. Unutma ki, Allah sənin qəlbindəkini də aşkara çıxartdığını da bilir. Allahdan bağışlanma dilə, həqiqətən o bağışlayandır. Allah Teala buyurur: Qullarım səndən mənim barəmdə soruşurlar. Sözsüz ki, mən onlara yaxınam. Mənə dua edənin duasını qəbul edərəm. Gərək onlar da mənim çağırışımı qəbul etsinlər və mənə iman gətirsinlər ki, bəlkə bununla doğru yola yönəlsinlər. Bəqərə surəsi 186-cı ayə.